Həmçinin bir nəfər deyir ki, insanın emosiyaları var. Məsələn, insan sevinəndə əl çalır, ehtiram göstərəndə əlini sinəsinə qoyur və s. Biz də kədərlənəndə sinə döyürük. Bu bizim özümüzdən asılı deyil, çünki biz Əhl-i Beyti sevirik. Elhamdülillah, siz müqayisə düzgün deyil. Müqayisə düzgün deyil. Ola bilsin, bəli, salam verəndə əli belə aparasan sinəvə. Və ya məsələn, tutaq ki, sevinc oldu nəsə belə, əli vurasan bir-birinə və ya, çünki əl çalmaq şəriətlə kişiləri olmaz. Məsələn, deyəsən Allah akbar sevinci ilə və s. Şükür səcdəsi eləyəsən. Bu nadir hadisələrdir də, nadir hadisələr. Yəni, bunu müqayisə eləmək, Əhl-i Beyti sevdiyimə görə özümü vurmaq, matəm saxlamaq şey yoxdur. Ümumiyyətlə, matəm bir neçə gün ev yiyəsi eləyə bilər şəriətdə. Belə ki, kütlə matəm eləsən, heç yoxdur şəriətdə. Həmçində biz belə yanaşsaq, ona görə biz bütün günü matəm olaq. Çünki bir dənə Hüseyin deyil o. Qardaşı da var Həsən. Yaxşı da öyle, o böyük qardaşdır. Əgər 2 ay onu saldı, sonrası bir 3 ay buna. Və sonra Əli ibn Əbi Talib, Həttaman qaynatası. O, Həsəndən də, Hüseyndən də əfsəldir. Üstündür. Atalarıdır. Ona görə atası sonrası bir 4 ay onunsa saxlayaq. Yoxsa ki, sonra keçdik Peyğəmbərlərə. Onda bütün günü bizim matım olacaq ki. Yəni, yanaşma düzgün deyil. Müqayisə düzgün deyil. Aydındır, qardaşlar. Şəriət var axı. Biz elə danışırıq ki, Quran sünnə yoxdur bizdə. Biz başlamışıq cürbəcür ağıldan neyləsə gətirməyə ki, nəyinsə isbatını eləmək üçün. Qayda Quran sünnə. Allah subhanətlə buyurur ki, o intənəzətun fi şey. Əgər bir şeydə ixtilaf eləsəz, fırduhu iləllahi və Rasul. Allah və Rasuluna qayıdın. Allah və Rasul deyib belə şeylər. Yox, deməyim. O ki, qaldı, məsələn, alma, nə bilim, su çox versən, nə bilim, patlayacaq, qızaracaq, o deməkdir ki, biz də patlaya bilərik. Bunlar düzgün deyil belə müqayisələr. Aydınlığı dindir. Bəli.